Salam əziz dostlar, mən Anar İbrahimov. Bu videomda sizə 6-cı sinif kitabından səhifə 100-də olan məsələləri izah edəcəm. Məsələ 1. Tənlikləri həll edin. Bu çox sadə, çox asan məsələlərdir. Məsələn, A bəndində deyir ki, 6x bərabərdir 18. X bərabərdir 18 böl 6. Bu deyilir 3. Yəni, baxın, yerinə qoyaq. X-in yerinə 3 qoyaq. 6 böl 3. Bu deyilir 18. Çox asan və sadədir. B variantı eyni olduğu kimi mənfi 3x bərabərdir 15, x bərabərdir 15 böl mənfi 3. Bu eləyir mənfi 5. D bəndindən yenə mənfi 4x üstəgəl 1 bərabərdir 13. Bunu necə həll etdik? Baxın, mənfi 4x olduğu kimi saxlayırıq. 1-i keçirik bərabərliyin əks tərəfinə, yəni sağ tərəfinə. Və belə bir şey də var ki, istənilən rəqəm və yaxud ədədi bərabərliyin əks tərəfinə keçirəndə sağına və yaxud soluna əks işarəyə keçirilir. Burada baxın, 1-in işarəsi müsbətdir. Bərabərliyin sağ tərəfinə keçirəndə indi mənfi işarəni atacaq. Yəni, mənfi 4x bərabər 13 çıx 1. Yox, üstəgəl 1 yox, çıx 1. Bu deyilir 12. Yəni, mənfi 4x bərabərdir 12, x bərabərdir 12 böl mənfi 4. Bu deyilir mənfi 3. Bu bizim məsələ 1. Gəlin keçək məsələ 2-yə. A bəndində 7x bərabərdir mənfi 30 üstəgəl 2x. Bu necə eləyir? Baxın, bu 2x-i keçirəcək indi bərabərliyin sol tərəfinə əks işarə 7x çıx 2x çıx 2x. Baxın, 2x-in işarəsi burada müsbətdir. Bərabərliyin soluna keçdi. Əks işarə ilə keçirdik. Oldu mənfi. Yəni 7x çıx 2x. Bərabərdir mənfi 30 olduğu kimi qalır. Buradan 7x-dən 2x çıxanda qalır. 5x bərabərdir mənfi 30. X bərabərdir mənfi 30 böl 5. Bu deyilir mənfi 6. Bu A bəndi. B bəndinə baxaq. 2x üstəgəl 43 bərabərdir 4x çıx 65. Bu necə eləyir? 43, 65-in işarəsi baxın bərabərliyin sağ tərəfində mənfidir. İndi sol tərəfinə keçirəcək, müsbət eləyəcək. Yəni 43 üstəgəl 65 bərabərdir. 4x bərabərliyin sağ tərəfində olduğu kimi qaldı. Çıx 2x. Çünki 2x bərabərliyin sol tərəfindədir, müsbətdir. İndi sağ tərəfinə keçirik əks işarə ilə. Yəni olur mənfi. Buradan da alınır ki, 43-ün üstə 65 yəni 108 bərabərdir 2x. X bərabərdir və yaxud 108 bərabərdir 2x, o deməkdir ki, 2x bərabərdir 108, eyni şey. 2x bərabərdir 108, eyni şey. Yəni, x bərabərdir 108 böl 2, bu deyilir 54. Bu da bizim B bəndi. Gəlin, baxaq C bəndinə. 16 çıx 18x bərabərdir mənfi 25x çıx 12. Mənfi 18x olduğu kimi saxlayırıq bərabərliyin sol tərəfində. Bu mənfi 25x-i bərabərliyin sağ tərəfindən keçirək sol tərəfinə əks işarə ilə, yəni müsbət işarə ilə. Mənfi 18x üstəgəl 25x bərabərdir. Mənfi 12x olduğu kimi qalır. Mənfi 12x çıx 16. Çünki 16-nın işarəsi müsbətdir və əks tərəfə keçmişik. Ona görə çıx 16, yəni mənfi işarə ilə yazmışıq. Buradan alınır ki, 7x, yəni 25x çıx 18x eləyir 7x bərabərdir. Mənfi 28, x bərabərdir, mənfi 28 böl 7, bu eləyir mənfi 4. D bəndinə baxaq, mənfi 17x üstəgəl 20 bərabərdir 7x çıx 28. Buradan alınır ki, 7x üstəgəl 17x, niyə belə yazırıq? Baxın, bunu belə yazırıq. Yəni ki, mən burada izah edeyim. Əslində belə olmalıdır. 7x-i olduğu kimi bərabərliyin sol tərəfində saxlayırıq. Üstəgəl 17x bərabərliyin sağ tərəfində daha doğrusu saxlayırıq. 17x-in işarəsi mənfidir, düzdür. Bu olur, keçirək bərabərliyin o bir tərəfinə. 17x üstəgəl 7x bərabərdir 20 üstəgəl 28. Necə yazırıq? Bu belə olmalıdır. Məsələn, 7x üstəgəl 17x. Bu bərabərliyin sol tərəfidir, düzdür. Sağ tərəfi daha doğrusu. Baxın, 17x-i keçirdim bərabərliyin sağ tərəfinə əks işarə ilə oldu 7x üstəgəl 17x. Düzdür? Və burada nə qalır? Bərabərliyin sol tərəfində qalır 20 üstəgəl 28. 28-də keçirik sol tərəfinə. Yəni, burada da belə olunur ki, belə olmalıdır. Yəni 20 üstəgəl 28 bərabərdir 7x üstəgəl 17x. Düzdür? Belə. Yəni, bununla, bu ifadə ilə və yaxud da ki, mən belə yazmışam, 7x üstəgəl 17x bərabərdir 20 üstəgəl 28. Bunlar ikisi də bir-birinə bərabərdir, eyni şeydir.
Ona görə də bu şəkildə yazmışam. Buradan alır 24x bərabərdir 48, x bərabərdir 48 bölü 24, bu da eləyir 2. Bu da bizim məsələ 2. Bu videomda bu qədər. Növbəti videomda mən səhifə 104 və ondan sonraki səhifələri izah edəcəm. Hələlik.